Bizim 1000 manat büdcəmiz var. Üstümüzü qardaş, sən deyil. Orada şey 1000 manat qutardı. Hepsi qutardı. Bez razı mıydı da sən başım? Mən neyim? Daha zad da sıxmır qadına. 50 manat görürdün ha. Vot idi ha. Vot idi 50 manatdan. İntiqamlı, qəmli fikirləşir ki, Allah, bunlardan eləyim mən bunu alım. Bu boyda mağazada ölçüsü yoxdur qutqanın. Ona görə ki, sevilir və satılır. Deməli, burada mal yoxdur. Yaz, yay, payız kolleksiyası. Və qışa girə bilmirik bundan. Bax, qardaşım qollarının iriliyi, sinəsi. İdmançı adamdır da, qardaş. İdmançı adamdır. Dərddən siqaret yandırıb çəkir ki, 100 manat biz nağaracıq. Sənin qardaşın ölməyib, lazım olar kreditdə böldürərəm. Özümü bir sən nətər istəyirəm, elə bil ki, bu mənə 2-3 min pul verib ki, gəl məni belə çək. Elə də deyil, neyə inandım mən bu söhbətə bu qədər? Yaxşı bundan futbol oynaya bilərsiniz. 270 Məhəllə futbollarında əsasən bu ayaqqabıları biz geyinirdik uşaq vaxtı. Bunlar indi görüblər, mən 3 yaşımdan alpinistlərlə futbol oynayıram. Ay qardaş. Yuxarı elə də. Ay qardaş, bir rüşvət işləmir, getmirəm. Həbə ki, bir zarafatdır. Burada ayağım ilişdi, yıxıldım, ayaq qopdu altı məsəl üçün. Allah nasıl? Birinci növbədə saxlayan Allah Taaladır. Zəmanət verirsiniz, vermirsiniz. Ya mən məsləhət görürəm ki, Yıxılmayasan. 100 gəlmə, 99 gəl. Qəlbimi oğurladı. Nətər indirimlər gedir burada. Qardaş, dağılır indirim.